Bu Şaban ayıdır və Peyğəmbər buyurub ki, bu ay mənim ayımdır. Peyğəmbərin məhəbbətini cəlb eləmək üçün və Allaha yaxınlaşmaq üçün bu ayda oruç tutun. Kim bu ayda bir gün oruç tutsa, Peyğəmbərimiz buyurub, Allah cənnəti ona vacib eləyər, cənnət ona vacib olar. Bu ayın fəzilətli əməllərindən biri istiğfar eləməkdir. Bacararsınızsa, əgər bugündən başlayaraq, hər gün 70 dəfə bu zikri demək yaxşıdır. Bacarsınız, Şaban ayı bugün daxil olub. Hər gün 70 dəfə Əstəğfirullaha və əsəluhut tavbə. Çox sadə bir zikirdir, çox sadə. Mənası istiğfardır, bağışlanmaq istəməkdir. Ki Allah məni bağışlasın, Allahdan bağışlanmaq istəyirəm və tövbə istəyirəm. Tövbə yəni mənə tövbə nəsib eləsin və ya Allah da mənə tərəf qayıtsın, tövbəmi qəbul eləsin. Gündə 70 dəfə bu zikri demək insanın qəlbində bir rahatlıq yaradar. Həm də bağışlanmağa səbəb olar. Və bu ayda ən üstün əməllərdən biri sədəqə verməkdir. Gücünüz nəyə çatırsa sədəqə ayırmağa can atın bu ayda. Hər kəs qiyamətdə, hədisdə var, öz sədəqəsinin kölgəsində dayanacaq. Bu varlı kasıba da baxmır. Kasıb da ol, fəqir də ol, istəyirsənsə var dövlətin artsın, deyir, bacardığın qədər kömək elə, Allah artığın verəcək. Bunda heç kəs itirmir. Bizim səhv düşüncəmiz budur ki, xərclənməklə elə bilirik sərvətimiz azalacaq. Allah əksin buyurur. Buyurur ki, xərcləyin ki, mən bərəkət verim, çoxaldım. Ruzu mənim əlimdədirsə, mənim yolumda xərcləməklə azalacaqsa, bu işdə nə məntiq ola bilər? Bir halda ki, bu mənim əlimdədir. Mən də əmr eləyirəm ki, bunu Allah yolunda sərf elə. Mən əmr eləyirəmsə, deməli artıqlaması ilə də o ruzunu başqa yerlərdən yetirəcəm.